Həzrət Əli əleyhissalamın da bu barədə Nəhcül Bəlağada çox qiymətli bir sözü var. Buyurur ki, Subhanə mən izə tənahətil uqul fi vəsfih. Subhandır, münəzzəhdir o Allah ki, ağıllar onu vəsf eləməyə qüdrəti yoxdur, naqisdir. Ağıllar Allahı olduğu kimi vəsf eləyə bilməz. Subhanə. Subhanə bizdə deyil münəzzəh, belə tərcümə edirik, münəzzəhdir. Amma münəzzəh də elə subhan qədər qaranlıqdır bizə. Nə deməkdir? Allah münəzzəhdir. Münəzzəh yəni bütün eyib və nöqsanlardan uca olana deyərlər. Uca olana. Çünki subhan bizdə çoxları hələ indi də elə bilir ki, subhan Allahın adıdır. Subhan Allahın adı deyil. Subhan sözü özdə yeganə sözdür, bunu da deyim sizə. Tək işlənəndə heç bir məna da vermir. Hökmən gərək izafə oluna. Yəni nəyəsə əlavə olunmalıdır. Tək işlənəndə bu sözün heç bir mənası da yoxdur. Məsələn, boş deyəsən subhan, məna yoxdur. Ona görə həmişə ya subhanallah, subhanə rabbiyəl a'la və bihamdi. Həmişə, bu bir. İkincisi, subhan sözü yeganə sözdür ki, həmişə Allahla işlənir. Ancaq Allahla, ya Allah adı ilə, ya Rəbb adı ilə, yəni Allahın adları olsun və yaxud da əvəzli olsun. Subhanəkə. Orada kaf yəni sən, Allaha işarədə əvəzliydir, sən necə? Subhanahu, o Allah. Amma boş deyəsən, və ancaq Allaha. Məsələn, birdən əstəğfirullah, nauzubillah, düzdür, subhan demədi, eyibdən uzaq olan, eyibdən uca olan, hə? Baxmayaraq, Peyğəmbər sallallahu məsumdur. Bizim inancımız budur ki, Peyğəmbərlər məsumdur, xüsusilə də əziz Peyğəmbərimiz Muhammed ibn Abdullah sallallahu aleyhi və alihi və səlləm özdə istər həddi buluğa çatmazdan əvvəl, istər həddi buluğa çatandan sonra, istər Peyğəmbərliyə çatmazdan əvvəl, istər Peyğəmbərliyə çatandan sonra, istər Qur'anı bizə çatdırmaqda, istər gündəlik həyatında. Mən niyə bunları bölürəm? Boş yerə bölmürəm, məqsədim var bölməkdə. Çünki bir qism müsəlmanlar var, onlar deyirlər ki, Peyğəmbər məsumdur, amma həddi buluqdan sonra. Bir qism müsəlman deyir ki, Peyğəmbər məsumdur, ancaq Peyğəmbərlik veriləndən sonra. Bir qism deyir, Peyğəmbər məsumdur, ancaq Quranı alıb bizə çatdırmaqda məsumdur. Yəni, Quranı olduğu kimi alıb Allahdan bizə çatdırıb, buradan məsumdur. Amma gündəlik həyatında, əstəğfirullah, nauzubillah, ola bilər xəta ilə. Fikir ver. Ona görə mən nə deyirəm? Deyirəm, bizim inancımız odur ki, Peyğəmbər salavatullah bütün həyatı boyu hər həyatının sahəsində məsumdur. Bizim inancımız budur. İndi bu son zamanlarda artıb. Bəziləri irad bildirirlər. İnşallah, əgər sizin də hövsələmiz olsa, bizim də Allah fürsət versə, bu barədə gələk uzun-uzadı bəhslər olsun. Subhan sözü, Peyğəmbər o əzəməti ilə, o paçlığı ilə Peyğəmbərə də subhan sözünü işlətmək olmaz. Deyə bilmərsən Subhanə Muhammed. Heç vaxtı deyə bilmərsən. Bu söz ancaq Allaha işlənir. Subhanallah. Subhanahu, subhanəkə, subhanə rabbiyə və s. Bu belə. İkincisi, bunu bəzən tərcümə edirlər, subhan uca. Subhanallah, namazda, rükuda deyirsəniz, səcdədə. Get bax ki, namazın tərcüməsində nə yazıblar subhanallahın tərcüməsini? Allah ucadır. Və yaxud bəzən yazır, eşq olsun Allaha. Nə eşq olsun o mənanı verir, nə ucadır o mənanı verir, nə vermir. Vermir, qardaşım. Subhanallah yadınızda qalsın. Yəni Allah sözündə və feilində, yəni sözündə və xəlqində, yaratdıqlarında heç bir eyib və nöqsan ola bilməz. Ona deyirlər Subhanallah. Ona görə fikir ver, Quran gör nə qədər dəqiqdir. Deyir, yerdə və göylərdə nə varsa Allahı təsbih demədi, Allahı zikr. Biz bəzən deyirik, Allahı zikr edir. Söz zikr ümumidir. Məsələn, Allah demədi, yerdə və göylərdə nə varsa deyir Allahu Əkbər. Yerdə və göylərdə nə varsa deyir La ilahə illallah. Onlar da Allahın zikridir. Yox, yerdə və göylərdə nə varsa təsbih, yəni Subhanallah deyir. Bu çox dəqiqdir, çox incədir, mətləbdir bu. Çox incə mətləbdir. Necə? Qoy necəsini deyim sənə. Bax, hər bir zikrin özünün adı var. Məsələn, Allahu Əkbərlə Allahı zikr eləsin, bu zikrin adı təkbirdir. Sən biri desə ki, bir dənə təkbir denən, Allahu Əkbər. İndi biri sənə deyir ki, bir dənə təhlil denən, təhlil. Təhlil, indi bizim dildə bu bilinmir, hərflərin məxrəci, amma ərəb dilində olsa, təhlil, boğaz xı ilə olsa, təhlil eləmək. Amma obri xı ilə olsa, təhlil,
Təhlil deyərlər la ilahə illallahla Allahı zikr eləməyə. Fikir verdiniz, onun da adı var. La ilahə illallah zikrin adı təhlildir. Allahu Ekber zikrin adı təkbirdir. Elhamdülillahla Allahı zikirləsin adı nədir? Həmdələ. Yadınızda qalsın, həmdələ. Bu zikrin adı budur. İnna lillah və inna ileyhi raciun. Adətən bir insan dünyasını dəyişəndə xəbər bizə çatanda bunu deyirik. Bu zikrin adı tərci'. Buna deyirlər tərci'. Zikrin adı budur. Hər zikrin öz adı var. Təsbih Subhanallah zikrinin adıdır. Hər zikir deyil təsbih. Təsbih Allahı Subhanallah zikri ilə zikr eləyəndədir. İndi Allah niyə deyir ki, yerdə və göylərdə nə varsa təsbih edir? Demir təhlil, demir təkbir, demir həmdələ. Çünki yerdə və göylərdə nə varsa Allah yaradıb, Allah eyibsiz və nöqsansız yaradıb, ona görə onların eyibsiz və nöqsansız olmaları Subhanallah deyir. Biz bəzən elə bilirik ki, gələk misal üçün ağac da desin ki, Subhanallah. Yox. O ağacın eyibsiz və nöqsansız o gözəlliyi deyir ki, Subhanallah. Məni yaradan eyibsiz yaradır.